Əlbəttə belə oyunlar həmişə Qarabağa qarşı çətin olub, bütün oyunlarımız olduğu kimi bu oyunda çətin oldu. Meydançaya, meydana qələbə qazanmaq əzmi ilə çıxmışdıq. Sadəcə alınmadı. Deyərdim ki, erkən qollar buraxdıq öz səhvlərimizdən. Sonda ikinci hissə toparlanmağa çalışdıq. Sadəcə düşən fürsətlərdən istifadə edə bilmədik. İnsan güzellikten demek olur ki her kampanyada geri kaldı. Sırf ilk oyunda yani demek olur ki ikinci sene biraz gösterdi ama Əslində vurğuladığımız kimi biraz başdan başlayanda biraz çətinliklər baş verdi. Toparlanmağa çalışdıq. İkinci hissə sadəcə dediyim kimi fürsətlərdən istifadə edə bilmədik. Fürsətlərdən istifadə etsəydik deyərdim ki, fərqli hesab görə bilərdik. Nəzərə alsaq ki, çempionatda bloklara gitme şansı daha çok. Demek ki psikolojik fikir olarak bu oyun sabah oyunu Xeyr, elə deməzdim, hər oyuna ciddi hazırlaşırıq. Sadəcə sizin də vurğuladığınız kimi, əlbəttə Avropaya ən qısa yol bu dəqiqə bizim üçün ən real yol, bəli, kubok görsənir ki, kubok oyunu, cavab oyunu görsənir. Qarabağla oyununda dediyimiz kimi hər zaman azarkeşlərin yəni xüsusilə gözlədiyi oyundur. Biz də çalışdıq ki, yəni meydançada mübarizə aparaq, azarkeşlərimizi sevindirək. Sadəcə buna nail ola bilmədik. İnşallah ümid edirəm ki, kubok oyununda, cavab oyununda azarkeşlərimizi, bizi dəstəkləyən hər kəsi sevindirəcəyik. 4 gün qalıb, yəni Qarabağla ağır olan, sonra 4 gün sonra kuboklar, yəni cavab oyunlarında məlum olduğu oyunda bərpa olunmaq necə olacaq, həm psixoloji, həm fiziki. Nə gözləyirsən, necə dəyərləndirirsiniz? Düşünsək ki, Qarabağın belə eyni o vaxtda oyunu var. Deyərdim ki, əsas məncə psixolojidir. Əsas yanaşmamız ciddi olduqdan sonra hazırlaşmaq o qədər də çətin olmayacaq. Bərpa prosesini daha rahat keçəcək deyə düşünürəm. Əsas yəni beyinlə əlaqəli bir şeydir. Yəni ciddi yanaşdıqdan sonra beyinlə bərpa prosesini daha tez keçəcək.